Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur. Başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, saadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genofondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan Cəlilabad rayon Meyvə Tərəvəz bazarının müdiri Rizvan müəllimdir. Rizvan müəllim öz işinin peşəkarı bir insandır. O hər zaman maddi vəziyyəti yaxşı olmayan ailələrə, şəhid və qazi ailələrinə maddi və mənəvi dəstək olmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub olmamasından asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətə dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. O böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Rizvan müəllim öz işinin əsl peşəkarı bir insandır. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Rizvan müəllimə təşəkkür edir. Ona gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik. Hər daim var olasınız, əziz Rizvan müəllim.